Torpaqda pH-ı aşağı salma çabası da bir biznesdir. Təbiət torpaqda pH-ı elə bir mükəmməl şəkildə idarə edir ki, ona hər hansı bir müdaxilə etməyə gərək yox. Təbiətin pH-ı niyə hər fəsildə fərqli dəyərlərə dəyişdiyini öyrənmək lazımdır, dəyişmək yox. Birincisi pH nə deməkdir? Onu loru dildə anlayaq. Sonra dərinə gedərək. Deməli, pH bəsit şəkildə nə deməkdir? Aşağı pH tuş deməkdir. Məsələn, limon suyu, akkumulyator suyu və digər kislatalar tuş və aşağı pH-lı maddələr sayılır. Yəni 2-dən 7-yə qədər pH aralığı. 7 şit deməkdir. Nə tuş, nə duzlu. 7-dən yuxarı isə duzlu deməkdir. pH suda hidrogenin loqaritmik hesabıdır falan filan, bu auditoriya mövzusudur. Bura TikTokdur və hər şeyi çalışan bəsit formada çatdıraq. Dedik ki, təbiətdə hər fəsil üçün ayrı pH dəyəri var və bu niyə baş verir? Qış boyu yağan asitli yağışlarla torpaqda pH ciddi şəkildə aşağı düşür və torpaqda təxminən mart-aprel ayında pH 5.8 ilə başlayıb zamanla mayın axırında 7.2-yə qədər qalxır və may ayı yağıntılı keçməzsə iyun-iyul aylarında pH 8.5-ə qədər qalxır. İndi isə qida elementinin bitki tərəfindən mənimsənilməsində pH-ın roluna baxaq. pH aşağıdırsa, molibden xaric mikroelementlərin mənimsənilməsi yüksək. pH yüksəkdirsə, yəni pH yüksəldikcə makroelementlər və molibden elementinin mənimsənilməsi yüksəlməyə başlayır. Yəni bu o deməkdir ki, çiçək vaxtı bitkinin ən çox mikroelementlərə, meyvə vaxtı isə makroelementlərə ehtiyac var. Hətta molibdenin makroelementlərlə eyni pH-da olması belə bir nemətdir. Çünki molibden olmasa, meyvədə nitrat düyünləri və bilavasitə meyvədə deformasiyalar yaranır. Bunları izah edirəm ki, pH-ı ancaq aşağı, yəni bugünlər ölkədə pH-ın ancaq aşağı salınmasına çalışılır. Yəni anlatmaqda məqsədim, bu qədər izahatları verməkdə məqsədim pH-ı ancaq aşağı salınmasına çalışılmamalıdır. Hər fəsildə bitkinin ehtiyacı olduğu pH-ı təbiət özü təmin edir. İndi keçək ən yüksək pH-larda fosforun daha sürətli mənimsənilməsi məsələsinə. Şkalanı görürsünüz. Şkalada baxsanız görəcəksiniz ki, orada bor və fosfor daha yüksək pH-larda daha rahat mənimsənilir. Bu da dönə-dönə anlattığım mövzuya daha bir sübutdur. Yəni amofos gübrəsi payızda pH-ın ən yüksək olduğu, yəni pH 9 olduğu aralıqda verilməlidir. 8.5, 8, 9 fərq eləməz. 14 olsa belə yenə yüksək pH-da verilməsi məsləhətdir. Eyni zamanda torpağın qumatları da həmin yüksək pH-lar